su sızma aparatıdır bu. Krantlara qoyulur. Demək, beyindir. Bu bir dənəsidir. Bu ikisi, bu da üçü. Üç dənə olacaq. İki hamamlarda, bir də kuxnada olacaq. Bu da onun beynidir. Yanıb sönür buradan. Qoşulmalar. Bunun üstündən açırsan, içində qoşulma yerlər var. Buradan qoşursan. Mənbə bir dənə olacaq kollektor yanında. Ana girişdə. Demək, o soyuq və isti suyun girişlərinə qoyulacaq ki, sabah hardasa bir qəza olsa, isti soyuq suda dərhal krantı bağlasın. Bir də bu kollektorun girişinə qoyulur. Kollektoru yığıram yavaş yavaş. Axırda aşağı çəkəcəm.